Salam Pərvanə xanım. Nümayiş olunan foto neçənci ilə aiddir? Nümayiş olunan foto 1979-cu ilə ait fotodur. Fotoda hansı ansambl üzvləri yer alır? Fotoda Yuri Gagarin adına Pionerlər Sarayının Cücələrim ansamblı yer alır. Ansamblın fotosunun çəkildiyi məkan haradır? Ansamblın deməli burada fotosu çəkilən Səməd Vurğunun heykəlinin açılışıdır. Yəni burada mənim tək ifamdır. Amma bu deməli şəkil şəlalələrin yanında çəkilən şəkildir. Yəni biz ansambl olaraq orada şəklimizi çəkdirmişik. Çünki bizim Moskvaya səfərimiz olmalıdır və onun öncəsi, yəni Rusiyaya getməmişdən öncə biz orada çıxış eləməliydik. Ondan öncə çəkildiyimiz fotodur. Cavablarınıza görə təşəkkür edirəm. Buyurun. Gözlə. Muzeyimizin bu sərginin o ərəfədə təşkil olunub 1 iyun uşaqların beynəlxalq müdafiə gününə həsr olunmuş sərgi olub və burada üç şəkilimi gördüyüm üçün, mənim də şəkilimi burada nümayiş olduğu üçün mən muzeyimizin rəhbərinə, akademik Nailə Vəlixanlıya öz təşəkkürümü bildirirəm. Muzeyimizin sənədli mənbələr fonduna, İsmirə xanıma öz təşəkkürümü bildirirəm. Sərgilər şöbəsinin rəhbəri Emin Dadaşova öz təşəkkürümü bildirirəm. Yəni bu insanların bu sərginin ərəfəyə gəlməyində onların böyük bir zəhməti olub. Hamısına öz təşəkkürümü bildirirəm.